Kredi proqramı banklarda maliyyə bazarında kredit vermə prosesinin avtomatlaşdırılması, sürətləndirilməsi üçün nəzərdə tutulan proqram təminatıdır. Bir neçə istifadəçi növü var. İstifadəçinin rollarından asılı olaraq biz kredit mütəxəssisini yoxlayaq hal-hazırda. Kredit mütəxəssisi sistemə daxil olduqdan sonra bu şəkildə ekran qarşısına çıxır. Burada ilkin olaraq ekran iki hissədən ibarətdir. Burada kalkulyator və müqavilələr və bu müqavilələrin üstünə kliklərdə ekranın sağ böyük hissəsində müqavilə açılır. Kalkulyatorda qiymət, ilkin ödəniş, müddət və qabaqcadan admin paneldə hazırlanmış kampaniya seçilərək hesabla vurduqda qrafik, ödəniş qrafiki qarşımıza çıxır və həmçinin bu qrafiki proqramdan yükləmək funksionallığımız da var. Burada gördüyümüz yerdə bir neçə mərhələlər var. Kredit təsdiqi, yığım gecikməsiz, gecikmə, məhkəmə, arxiv, kassa əməliyyatları, ambar. Bu bizim müqavilələrin ümumiyyətlə keçdiyi proseslərdir. İlkin olaraq müştəri gəldikdə yeni müraciət hazırlanır müştəri üçün, məlumatlar doldurulur. Yeni müraciət əlavə etdikdə bizim yeni müraciət ilkin səhifəmizə anket girişi mərhələsində düşür. Gördüyümüz kimi mərhələlər anket girişi, kredit analizi, koordinator, rəsmiləşmə, avadanlıq təslimi, ilkin ödəniş və kredit ödəyicisini dəyişmə mərhələləri. Müqaviləni üstünə 2 dəfə kliklərdə sağ böyük tərəfdə müqavilə tam şəkildə açılır. Burada müqaviləyə kredit əlavə, maşın əlavə eləmək olur, maşın və yaxud digər məhsullar əlavə eləmək olur. Burada qabaqcadan ambara əlavə edilmiş məhsullar burada görünür. Kateqoriyası, adı və s. digər məlumatları doldurulub əlavə et dedikdə bizim məhsulumuz burada məhsul siyahısı səbətində görünür. Hesabla yaddaşda saxla dedikdə isə həmən qrafik hesablanır. Aylıq nə qədər düşdüyü, kredit qiyməti, sütunları burada avtomatik peyda olur və həmən qrafikdə bu avadanlıqlar mövcud olmuş olur. Həmçinin burada anket hissəsində alıcının məlumatlarını doldura bilirik, şəxsi məlumatları, qohum məlumatları və s. Həmçinin burada yeni zamin düyməsini basaraq müqaviləyə yeni zamin də əlavə edə bilirik. Test zamin zamin əlavə olundu. Biz həmin müqaviləni təzədən açdıqda anket girişi mərhələsində müqavilənin əlavə olunmuş avadanlıqları və həmçinin zaminin məlumatlarını da burada görə bilirik və onu da biz açıb içərisini doldura bilərik. Doldurub yadda saxla düyməsini basdıqda bu məlumatlar yadda saxlanmış olacaq. Həmçinin burada faillər bölməsi var. Faillər bölməsinə istədiyimiz sənədləri də əlavə edə bilərik və rəsmiləşdirmə və ya kredit ödəyicisini dəyişmə mərhələsinə göndərə bilərik. Əgər biz bu məlumatları doldurduqdan sonra məhsul siyahısını da əlavə etmişiksə, mərhələlərdə gördüyümüz kimi kredit analizi, koordinator, rəsmiləşmə mərhələsi var. Kredit mütəxəssisinin icazəsi olduğu üçün birbaşa olaraq kredit analizi və koordinator analizindən keçərək müraciəti rəsmiləşdirməyə göndərmə hüququ var. Biz müqaviləni hazırlayıb bütün bu gördüyümüz mərhələləri keçdikdən sonra, ilkin ödənişi tamamladıqdan sonra burada müqavilənin işi bitir və yığım gecikməsiz mərhələsinə düşür. Yığım gecikməsizdə artıq müştərinin burada hal-hazırda heç bir məlumat yoxdur. Yığım gecikməsizdə ödənişlər qəbul olunur. Əgər ödənişdə yubanma baş verdikdə avtomatik olaraq yığım gecikməyə düşür və yığım gecikməyə də ödəməsə biz müqaviləni məhkəməyə göndərə bilərik. Və ödənişlərini tamamladıqdan sonra müqaviləni arxivə göndəririk. Kassa əməliyyatları bizim idarələr arasında olan köçürmələrdir. Baxın, ödəniş qrafiki bu şəkildə olur və məhsul siyahısı da bayaq göstərdiyim hesablamalar əsasında bu şəkildə hesablayır. Və ödədikcə bu qrafikdə avtomatik dəyişikliklər update olur. Ödəniş forması cərimə ödənişi, kreditin ləğv edilməsi ödənişi və digər ödənişləri buradan qəbul etmək olur.
Həmçinin etibarnamə verməyi də biz buradan əlavə edə bilərik. Biz ambarda olan məhsullarımızı buradan əlavə edirik və müqaviləyə ambarda olan məhsul əlavə etmək istəkdə məhsulun məlumatları avtomatik olaraq çıxmış olur. Gördüyünüz kimi ambarda bu şəkildə bütün məlumatlar var. Bunlar real data olduğu üçün açmıram. Sonra istifadəçi məlumatlarını dəyişmək olar, yeni anket yaratmaq olar göstərmişdim. Kataloqlar hissəsi var ki, bütün reportlar buradan tənzimlənə bilir. İstənilən şəkildə report hazırlana bilər. Kömək bölməsi var ki, müştəri öz şikayətlərini və yaxud etmək istədikləri yeni işləri kömək hissəsinə yazır və support tərəfindən baxılır. IP adresi var ki, bu whitelisti, yəni hansı IP-lərə icazə verilsin proqrama girməyə, onları tənzimləyirik. Müqavilə sahibinin dəyişimi olur. Anket nömrəsini yazıb, yeni avadanlıq nömrəsini yazıb. Məsələn, bir avtomobili bir adam alsa, başqa bir adamın adına keçirmək istəyirsə, yeni adama da yeni müqavilə açılır və avadanlıq nömrəsi dəyişdirilib, həmin müqavilənin adına keçirilir. Bunlar bizim kredit mütəxəssisinin, yəni kassada əyləşən əməkdaşın gördüyü UI-dır. Hüquq mütəxəssisi var ki, hansı ki, sadəcə məhkəmə bölməsini görür. Kredit koordinatoru səlahiyyət olaraq daha səlahiyyətli şəxsdir və kredit mütəxəssisindən daha çox səlahiyyətlərə malikdir. Daha çox menüləri görə bilir. Həmçinin problemli kreditləri, məsələn, anket girişindən birbaşa rəsmiləşdirməyə yox, koordinator analizinə göndəriləndə koordinator bunu təsdiq və ya ləğv edə bilər. Sadəcə mağazam düyməsi var ki, əgər sizin işlətmənin bir neçə mağazası varsa, burada çek qoymaqla sadəcə mağazadakı müqavilələri, bunu götürməklə 10 mağaza varsa, onundakı bütün müqavilələri görmək olur.